Murad bəy, cadu nədir? Bildiyiniz kimi Azərbaycan xalqında çox qədim bir bilgidir və xalq arasında ən geniş yayılmış inanclardan biridir ki, mənə cadu olundu, evlənə bilmədim, evdə qaldım, işim yarım qaldı, o olmadı, bu olmadı. Bir çox neqativ formatda enerji vardı. Cadu, sehir, magiya çox qədim bilgilərdir. Bu bilgilər o qədər qədimdir ki, dünyada dinlər yox idi, amma magiya var idi. Elə fikirləşin. Hətta belə götürə bilərik ki, müqəddəs kitablarda belə Harut və Marut mələkləri qeyd olunub və orada ağ və qara magiyanın olmasından söhbət gedir. Biri xeyrə, biri isə şərə, yəni insanların rifahının pozulmasına, sevgi enerjilərinin pozulmasına aparan magiyalardandır. Hətta səhv etmirəmsə bir surədə də qeyd olunub ki, düyünlərə üfürən qadınların şərrindən. Bəli, Nəs və Fələq surəsində, müqəddəs Qurani-Kərimdə yaradıcı belə buyurub ki, düyünlərə üfləyən cadugünlərin, qadınların şərrindən Allaha sığınıram. Hətta bəzi rəvayətlərdə Məhəmməd peyğəmbərin belə magiyaya təsir qaldığı, caduya təsir qaldığı, günlərlə narahat və xəstə olduğu bildirilir. Bundan qorunmağın üsullarını izah edəcəm, seanslarda nələr edirik, onları izah edəcəm. Həqiqətən magiya varmı, yoxsa yoxdurmu? Elm bunu təsdiqləyirmi? Bu realdırmı, ya beynimizin bir oyunudurmu? Bu verilişimizdə inşallah magiyanın bu növlərini açacağam və sirlərini deyəcəm sizlərə.